Salam əziz dostlar. Romanımızın davamını oxuyaq. Bildiyim kimi siz həyatınızın 30 ilindən çox bir dövrünü intihar probleminə həsr etmişsiniz. Bir çox elmi məqalələrin müəllifisiniz. Hər halda nədir axı intihar? Mən bu suala qısa olaraq həmişə belə cavab verirəm. İnsan vəfat etdikdən ölüm ona qonaq gəlir. İntihar edərkən isə əksinə o ölmə qonaq gedir. İnsan orqanizminin imkanlarının sonsuzdur. Bu imkanlar özlərini stres hallarında xüsusən qabarıq büruzə verir. İntihar cəhdi də həmin stres hallarının mütləq yox, əksər sonuçlanmasıdır. Az hallarda bu cəhdlər öz bəhrəsini verə bilir. Çox halda isə nəticəsiz başa çatır. Amma hər halda qismən nəticə mütləq olur. Ölə bilmirsənsə, ya ağır zədə alır, ya da şikəstə çevrilirsən. Mən intihara başqa bir tərəf də vermək istəyirəm. İntihar həyatın qanunlarına tabi olmaqdan imtina edərək onlara qarşı çıxmaqdır. Bunun elmi tərəfi də var. İntihar sosial səbəblər ucbatından insanın öz mövcudiyyatını dayandırmasından ibarət sosial fenomenə deyilir. Dini tərifi isə belədir. İntihar etmək, Tanrıya qarşı çıxmaqla insanın Tanrı tərəfindən verilən ömrü yarımçıq kəsməkdir. Bəs niyə axı bu ömür yarımçıq kəsilir? Hansı sehirli qüvvə insana daxilən dedizdirir ki, həyatını qır, bu gözəl işıqı dünyaya vida et? Bəşərəl söyləyir ki, intihar edən kəs döyüş qurtarmamış qaçan qorxaqdır. Bu həqiqətənmi belədir? Həqiqətənmi intihara qorxaqlıq əl atır? Axı, gəlin razılaşaq, hər adam özünə qıya bilməz. Hər adamın zoru çatmaz ki, özünə qəsd etsin. Bu çox böyük cəsarət tələb edir məncə. Ölüm nədir? Bu ilk baxışda adi, sadə sualdır. Ancaq özündən bir çox qeyri-adilikləri, mürəkkəblikləri ehtiva edir. Ən adi və ən məlum olan odur ki, insan heç bir səbəb olmadan, heç bir xəstəlik filan keçirmədən qocalaraq ölməlidir. Yəni, bioloji varlıq olaraq insan doğulur, böyüyür, qocalır və ölür. Ölüm qocalığın sonucu olaraq bədənin bütün orqanlarını və beynin işləməsini dayandırır. Amma gəlin görək, əksəriyyət ölüm bu təbii yolla gələ bilirmi? Gələ bilmir. Ölümün bu cür gəlmək üçün bütün həyatını təbii axarda keçirməlisən. Stressiz, depressiyasız, başqalarının zərəri və xətəri, kənar mühitin, təbiətin təsiri olmadan yaşamalısan. Hirslənmədən, kədərlənmədən, əzab və sıxıntı çəkmədən, ağrımadan, ağlamadan ömür sürməlisən. Bu isə təbii ki, qeyri-mümkündür. Demək, ölüm əksər vaxtlarda da vaxtsız gəlir. Qəzalarla, bədbəxt hadisələrlə, təbii fəlakətlərlə, cinayət qurbanı olaraq ya da vaxtına az qalanda gəlir. Saysız xəstəliklərdən əziyyət verə-verə. Amma bəzən ətrafımızdakı iqtisadi sosial proseslər, əhatəmizdəki doğma və yad adamların münasibətləri bizi həyat platformasından dayanıb ölüm qatarını gözləyən sərnişin olmaqdan daşındırır. Biz bu qatarı gözləmədən özümüz onun dalınca yollanırıq. Bütün şuurlu həyatımızda və həyatımızdakı sevilirik, dünyanın rənglərinə sevinirik, ləzzət duymağı, həzz almağı bacarırıq. O həyatımızdakı xoşbəxtlik yaxud xoşbəxtlik axtarışına çıxmışıq. Onda ölüm bizim ən qatı düşmənimiz sayılır. Onun adı belə çəkiləndə qorxur, sarımızı udur, özümüzü heç cür ona təsəvvür edə bilmirik. Amma o həyatımızdakı ehtiyac, qorxu, təqib, təşviş, həyatcan içində çabalayaraq öz həyatımızdakı əzabdan qovrula bütün ümidlərimizin dəfn olunmasına dözür, bütün arzularımızın yanıb cızdağı çıxmasına seyr edirik. Onda ölüm bizim ən yaxın dostumuza çevrilir. Xilas olmanın, qurtulmanın, rahatlamanın yeganə yolunu məhz onda görürük. Düz buyurursunuz, mən də məhz bu cür düşünürəm. Uşaq vaxtlarımda anam müəyyən bayramlarda şamlar yandırırdı. Onların alov dilimini süzə-süzə yanma müddətini ömrümə bənzədirdi. Bu şamların bəziləri öz-özünə
cızıldayıb sönər, bəziləri hansısa ötüb keçən ev adamının yelindən yanmağını dayandırardı. Bu təsadüfi sönmələri vaxtsız ölüm sanırdım. Bəzi şamlar sona dək yanır, nəlbəkçinin dibində sönüb qurtarırdı. Bu tamamlanmanı təbii ölüm əcəlin köməyi ilə ölmək hesab edirdim. Hərdən də olurdu ki, maraq xatirinə barmaqlarımı tüpürcəkləyib şamlardan ən gür yananın alovunu söndürür, onu sona dək yanmağa qoymurdum. Bax, bu isə intihar idi. İkincisi, hədsiz bənzərlik. Çadırda adam həddindən çox idi. İyun olsa da bu havalar sərin keçirdi. Heç deməzdin ki, yaydır. Bayaq parıldadan bərk vuran avtomobildən düşmüş və hamının diqqətini cəlb etmiş gənc keçib içəridə əyləşmişdi. 24-25 yaş olardı. Üstündə mavi xətli ağ yay kostyumu geyinmişdi. Altından da yaxalıqsız qara köynək. Marlboro qutusunun qızılı alışqanı avtomobilinin açarlarını və mobil telefonunu masanın üstünə qoymuşdu. Siqareti ağzına aparıb gətirdikcə qolundakı enli qızıl bilərcik alışıb yanırdı. Son dərəcə gözəl qoxulu olan ətir vurmuşdu. İstər-istəməz çadırdakıların əksəriyyəti ona diqqət yetirməkdə idi. Gənc içəridəkiləri süzür, baxışlarını mollada dayandırıb, onun da danışdığının fərqinə varmağa çalışırdı. Amma fikrini cəmləyə bilmirdi. Qapının lap ağzında əyləşmiş rais kişinin İlahənin atası olduğunu təxmin edib ona göz qoymağa başladı. Düşündü ki, valideyn üçün övlad itkisindən ağır nəsə ola bilərmi dünyada? Bir anlıq gözünün qabağına eynən bu vəziyyətdə düşmüş, bükülmüş, üzü tüklənmiş atasını gətirdi. Ya özünün, ya da bacılığı Aynurənin öldüyünü təsəvvür etməyə çalışırdı. İnsan da bu işıqlı dünyaya axı necə əlvida deyə bilər? Bu gözəllik, son dəblə geyinmək, ən bahalı avtomobilə, mobil telefona sahib olmaq, ən gözəl mülkdə yaşamaq, sağa sola pul səpələmək, əsl həzz görmək. Yəni bütün bunları necə əlvida demək olardı? Bu fikirlərdən ürəyi sıxıldı. Siqaretinizdən olar? Yanında əyləşmiş gəncin sualı onu fikirlərindən ayırdı. Azər idi, Reyhanın həyat yoldaşı. Bayaq qəbir üstündə heç kəsdən utanıb çəkinmədən hönkürərək ağlamışdı. Dalbada siqaret çəkməklə nisbətən yüngülləşəcəyini düşünüb cibindəki siqaret qutusunu boşaltmışdı. Odur ki, indi tanımadığı masa qonşusunun çəkdiyi bahalı siqaretdən dadmaq istəyirdi. Oğlan Marlboro qutusunu ona uzatdı. Azər bir siqaret götürüb yandırdı. Dərindən qullab vurdu. Nədənsə yanında əyləşmiş, ilk baxışdanca maddi zənginliyi hiss olunan bu şəxslə ünsiyyət qurmaq, dərdini bölüşmək istəyi yarandı onda. Ah çəkib söylədi. Heç adamın inanmağı gəlmir. Dünən sən vardın, bugün yoxsan. Nəyə lazımdır ki insan? Heç nəyə. Yenə də gözləri doldu. Qəhərli səslə, heyif İlahədən, çox heyif. Tər bir çiçək idi, solmamış məhv oldu. Deyərək başını yana çevirdi ki, oğlandan gizlin gözünün yaşını silsin. Oğlan da nəsə demək istədi. Sadəcə, hə, gözəl qız idi. Rəhmətlik sözlərlə kifayətləndi. Süfrəyə çay düzülürdü. Molla İranın getirdiyi dini siyasəti tərifləyir, dini dövlət qurmağın vacibliyindən danışırdı. Bir kostyum, qalstuklu kişi isə molla razılaşmır, İranı molla rejimi geridə təfəkkürlü ölkə adlandırırdı. Deyirdi ki, indi 3-cü minliyin astanasındayıq. Biz sivil dünyəvi dövlət qurmalıyıq. Amma molla israr edir, fikirlərini məclisdəkilərə yetirməyə çalışırdı. Qarşısında olan mikrofonu isə əksər hallarda rəqibini susturmaq üçün yetərli olurdu. Azər bir qədər toxtayıb masa yoldaşına heç tanış olmadıq axı. Mənim adım Azərdir. Gömrükdə işləyirəm. İlahənin sinif yoldaşı olmuşam. Həyat yoldaşım da onun ən yaxın rəfiqəsi idi, söylədi. Masa yoldaşı qısaca adım Rızadır, dedi.
Azər Rızadan sözü kəlbətinlə qopardığını görüb məyus oldu. Amma içindəkiləri mütləq ona danışmaq istəyindən heç cür vaz keçə bilmirdi. Çəkib qurtardığı siqaretin kötüyünü külqabıya basıb Rızanın icazəsi ilə daha bir siqaret götürüb yandırdı. İçinə çəkib danışmağa başladı. Biz 10 il bir sinifdə oxumuşduq. 7 il bir parta arxasında oturmuşduq. Pəncərə tərəfdən 3-cü partda otururduq. Arabir dayanıb sonra da asla davam edirdi. Qızlarımızın ən gözəl idi. 8 Martda ən çox hədiyyə o alırdı. Hamı onu çox istəyirdi. Hamı. Bir istədi öz cavabsız sevgisindən də danışsın. Vaz keçdi. Oysa heç kimi bəyənmirdi. Heç kəs onun ürəyinə yol tapa bilmirdi. Bizim sinif çox mehriban sinif idi. Məktəbdən sonra hərə bir ali məktəbə getsə də yenə əlaqələrimiz qalırdı. Eşidəndə ki, tələbə yoldaşına yolluğunun birinə qoşulub qaçıb hamımız şoka düşdük. Bu siqareti də çəkib qurtarıb kötüyünü külqabıya bastı. Özünü heyif elədi. Əyninə şalvar ala bilməyənin qismət olub, həyatını məhv etdi. Heç ölməli qız deyildi. Heç. Ara verib Rızanın gözlərinin içinə baxdı. Bəlkə siz biləsiz, bu hadisə niyə baş verib? Nə məcbur edib ki, ilahə damarını kəssin? Əri narkomandır ki, Rıza çayını təzələyən oğlana sağ ol, deyib stəkanı limon atdı. Ağzına bir qaşıq halva qoyub çayı qurtumlamağa başladı. İçə-içə, inanın ki, bilmirəm, söylədi. Dərhal əlavə etdi. Sən düz deyirsən, heç ölməli qız deyildi ilahə. Bilən də ki, özünü qəsd edib tamam dilxor oldum. Əri Maygülüyə deyirəm, hüzür yerinə birlikdə gedək. Deyir, bizi ora qoymurlar. Soraklaşıb bir təhər taxmışam buranı. Çadıra hey girib çıxdılar. Molla da yeri gəldikdə Fatihə verirdi. Rıza qapının ağzında oturmuş rais kişinin imkanlarını, vəzifəsini təxmin etməyə başladı. Gəlib gedənlərin sayından, sanbalından hiss edirdi ki, ilahənin atası heç də kiçik adam deyil, müəyyən vəzifə sahibidir. Masanın üstündə qoyduğu mobil telefon da imkanlı olmasının işarə idi. İndi hələm adamda mobil telefon olmazdı. Ancaq kişi yaman düşüb, üz gözünü tük basıb, gözləri çuxurdadır. Hey ah çəkir. Azər durub çıxdı, az sonra qayıtdı. Çay paylayan oğlan məcməyini əlindən saldı. Nə qədər stəkan nəlbəki qırıq-qırıq oldu. Molla ilə kostyum qalstuklu kişinin mübahisəsi atışmaya keçdi. Axırda raisin böyük qardaşı qoluna girib kişini çadırdan çıxartmalı oldu. Rıza diqqətlə ətrafa göz qoyur, qulaq yetirirdi. Sol böyründə əyləşmiş arıq qızıldiş kişi və onun yanındakı sarışın kişi pıçıldaşırdılar. Sən öl, onlarlıq deyil. O gədə fağırın biridir. Nə narkomanlıq, nə döyüb öldürmə. Anası da ipək kimi mülayim qadındır. Bəs ölü yiyəsi niyə elə deyir? Bən nə desin? Azər siqaret almaq üçün duranda Rıza götür çək, məndə maşında var, sonra gedib alarsan, söylədi. Azər üzrxahlıq edə siqaretlərdən daha birini götürüb yandırdı. Böyük qardaşı Raisə yaxınlaşıb qulağına nəsə dedi. Rais başını tərpətdi. Qardaşlar oxşar idilər. Fərqləri cüzi idi. Rıza darıxdığını hiss etdi. Pencəyinin qolunu çəkib saatına baxdı. 2-yə işləyirdi 20 dəqiqə. Heç vaxt saatı bilmək üçün mobil telefona baxmazdı. Çox xoşlayırdı bu polad korpuslu ilk baxışda kör-kobud görünən saatını seyr etməyi. Əqrəblərin və saniyə ölçənlərin hərəkətindən də məğrurluq, yenilməzlik duyurdu. Kifayət qədər bahalı olan bu saat ad günündə atası hədiyyə etmişdi. Demişdi ki, Certina dünyanın ən zərbəyə davamlı saatlarındandır. Ən ekstrem şəraitlərdə hesablanıb. Arzun budur ki, sən də
hansı şəraitdə düşməyindən asılı olmayaraq həmişə dözümlü, möhkəm olasan. Rıza birdən-birə atası üçün bərk darıxdığını hiss etdi. Xüsusən Sumqayıtda villa tikdirəndən sonra onu az-az görürdü. Telefonu götürüb atasının nömrəsini yığdı. Telefon söndürülmüşdü. Düşündü ki, yəqin iclasdadır ya da qonaqları var. Birdən-birə elə burada bu hüzünlü insanların arasında atasını necə çox istədiyinin fərqinə vardı. Nüfuzu ilə hər yerdə hörmət, izzət qazanan çoxları üçün zəhmli, quru həddə cobud olan Məcid müəllim onun üçün dünyanın ən doğma, ən sevimli insanı idi. Atasının bəxş etdiyi təmtəraq təminlik sayəsində Rıza özünü yenilməzlərin yenilməzi sayırdı. Lap qolundakı saat kimi. Yenidən saatına göz gəzdirdi. 2-nin yarısı idi. Bəlkə durub getsin. Gəldi, yasda iştirak etdi, borcunu verdi. İndi rahat gedə bilərdi. Azərə tərəf çevrildi. Siyahını kim yazır? Pul yazdırmaq istəyirəm. Azər başını buladı. Yox, siyahı zad yoxdur. Rais əmi imkanlı adamdır. Durub pul yığmayacaq ki. Rıza yenidən baxışlarını İlahənin atasına yönəltdi. Ölüm heç vaxt imkanlıya, imkansıza baxmır. Baxsaydı, onda həyat qəfil dəyişib, başqa məcaraya düşərdi. İmkanlılar pul verib ölümsüzlüyü özlərinə təmin edər, imkansızlar isə birmərra qırılardılar. Rais kişi gözünü sonsuzluğa dikib oturmuşdu. Elə bu vaxt İnarə içəri girib atasının qulağına nəsə pıçıldadı. Rızanın üzündəki ifadə dondu. O təəccüblə öz-özünə İlahə, bu ola bilməz deyə təkrarladı. Rıza Raisə xeyli yaxın oturmuşdu deyə İnarənin tam olaraq seyr edə bilmirdi. Eynən həmin boy buxun, həmin arxaya atılmış şabaldı saçlar, həmin qonur göz, həmin mimika, həmin təkrarsız bədən quruluşu. Yəni Tanrı bütün gözəllikləri əsirgəmədiyi İlahənin birəbir oxşarını da yaratmışdı. Bu ola bilməz. Bəlkə məni qara basır. Tərəddüdləri ilə bir müddət baş-başa qaldıqdan sonra nəhayət ağıl emosiyaları üstələdi. Özlüyündə təxmin etdi ki, demək İlahənin eynən özünə bənzər bacısı var imiş. İnarə atasının dilə tutur, ancaq heç cür evə gətirib dərmanlarını içməyə razı sala bilmirdi. Rıza siqaret yandıranda əllərinin əsdiyini hiss etdi. Toxtaya bilmirdi. İlahə bütün gözəlliyi ilə sanki yenidən onun qarşısında dayanmışdı. Bütün ecazkarlığı, sünkarlığı, sirri və sehri ilə. İnsan da insana bu cür oxşayarmış, sanki bir almanın iki yerə bölmüşdülər. Bu oxşarlığa başqa bir bənzətmə tapa bilmədi. Məhz elə bu cür sarılı, qırmızılı, parıltılı, iri, ilk baxışdan adamın ağzını sulandıran bir almanın sanki tam ortadan ikiyə bölünmüşdülər. Rıza çətinliklə Azərdən o qız kimdir soruşdu. Azər, İnarədir, rəhmətliyin bacısı. Söyləyəndə Rıza bayaqdan öz-özünə təkrarladığı sözləri dilinə gətirdi. Tanrım, adam da adama bu cür oxşayarmış. Azər ah çəkdi. Hə, çox oxşayırlar bir-birinə. İnarə 1 yaş balacadır İlahədən. Məktəbdə elə olurdu, onları səhv salırdıq. Bir dəfə Azər dodağını təbəssüm qonmuş halda nəsə danışmağa başladı. Ancaq Rıza ona eşidəcək halda deyildi. Ömründə İlahə qədər ağlını başından alan qadın olmamışdı. Boy buxun, ayaqlar, saçlar, duruş, gülüş, hər şeyi məhz o arzuladığı kimi idi İlahənin. Onu tapanda özünü o qədər xoşbəxt sanmışdı ki, əfsus ki, qəfil tapdığı kimi qəfildə itirdi. İlahəli günlərinin eyforiyası yenidən yeknəsliklə əvəz olunurdu. Demək, dünyada İnarə adlı bir qız varmış. İnarə çadırdan getmişdi. Atasının özü ilə aparmağa nəhayət müvəffəq olmuşdu. Rıza ehtiyatla Azərdən soruşdu. İnarə ərdədir. Azərin yox söyləməsi sanki içinə sevinç doldurdu. Bayaq beyninə həkk olunan demək dünyada İnarə adlı bir qız da varmış.
cümləsini tamamladı. Özü də ilahədən gənc, üstəlik hələ də ailə qurmamış. İlahiyə olan hissləri bir andaca bu hüzünlə görkəmdəki bu qapqara geyimdəki İnarəyə ötürüldü sanki. Onu xəyalən qucdu, saçlarını qoxladı, yüngül öpüşlə dodaqlarına toxundu. Bir andaca bütün əzalarında xoş gərilti hiss etdi. Möcüzədir. Hə, dəfn etdiyin hisslər yenidən geri qayıdır. Özü də daha güclü, daha əhatəli. Durub çadırdan çıxanda Azərlə sağollaşmağı da unutdu. Görəsən İnarə həyətdədir, yoxsa evə çıxıb? Hansıdır görən binaları? Yəni bir daha onu görə bilməyəcəm. Azərin onun ardınca çadırdan çıxıb gedirsiz ki, soruşması eşidəndə səhv etdiyini anladı. O qədər fikirliyəm, sağollaşmaq yadımdan çıxıb, söylədi. Gözləri dörd tərəfi dolaşıb İnarəni axtarmaqda idi. Ətrafdakı adamların arasında onu görməyib bu dəfə binaların eyvanlarına tərəf boylandı. Bu vaxt Rais kişinin yenidən çadıra qaytardığını gördü. Azərdən aralanaraq ona yaxınlaşdı. Əl uzadaraq Allah rəhmət eləsin, axır qəminiz olsun söylədi. Rais kişi onun əlini sıxdı. Çox sağ olun, Allah ölənlərdə rəhmət eləsin dedi. Rıza nədənsə bu hüzündən qəddi əyilmiş kişi ilə doyunca söhbətləşmək, dərdləşmək istədi. Yəqin məni tanımırsınız, ağsaqqal, mən İlahəgilin qonşusuyam. Qonşusunuz, deyib Rais kişi bir anlıq donub qaldı. Rıza dərhal hiss etdi ki, Rais kişi nəsə demək istəyir və sövq təbii duydu ki, kişi yəqin təəccüblənib, ev sahibi yasa gəlmir, onun qonşusu niyə gəlir? Atamı tanıyırsınız, Məcid müəllimin oğluyam, Məcid Şamxalov için. Rais kişi lap təəccübləndi. Məcid müəllimin oğlusunuz? Hə, Məcid müəllimi tanınmış şəxsiyyətdir. Bəs axı Rıza onu qabaqladı. Nə demək istəyirsiniz? Məcid müəllim hara, o ucqar qəsəbə hara? Siz yəqin orada olmursunuz da, rəhmətliyin evinin yanındakı villa mənimkidir. Biz təzəlikcə oradakı toxuculuq fabrikini aldıq. Mən işlədəcəm. O villanı da onun üçün orada tikdirmişik. Rais kişi başını tərpətdi. Hə, yüngül sənayeyə qoyulan kapital heç vaxt batmaz. Sonra onun qolundan yapışdı. Yaxşı, bəs içəri niyə keçmirsiniz? Gəlin keçək, bir stəkan çay için, bir loxma çörək yeyin. Rıza, oturmuşdum içəridə, yenicə çıxdım. Dedisə də Rais kişi onun öz ardınca içəri çəkdi. Gəlin, biraz da söhbətləşərik. Azərin yanından keçəndə Rıza, mən içəri qaydası oldum, söylədi. Rais kişi Azəri də səslədi. Oğlum, siz tanışsınız, gəl də biz içəri keçirik. Azər, yox, Rais əmi, siz keçin, mən buradayam, dedi. Öncə Rais kişi, ardınca da Rıza çadıra daxil oldular. Rais kişi lap başdakı yerində keçib yanında əyləşənin qulağına nəsə pıçıldadı. O da durub yerini Rızaya verdi. Rıza əyləşdi. Dərhal qarşılarına çay qoyuldu. Rıza Rais kişinin nəsə soruşmaq istədiyini duyurdu. Ancaq görürdü ki, kişi nədən, necə başlamağın çətinlik çəkir. Odur ki, söhbətə özü başladı. Biz martda köçmüşük, cəmi 3 aydır. Amma bu az müddətdə rəhmətlik bacım da, mən də dostlaşmışdıq. Çox tərbiyəli, mədəni, gözəl qız idi. O dünyası gözəl olsun. Rais kişi ah çəkdi. Rıza səsini lap yavaşlaraq sözünə davam etdi. Ağsaqqal, bilmirəm bunu deməyin yeridirmi? Ancaq rəhmətlik o ailəyə heç də xoşbəxt deyildi, sıxıntı çəkirdi. Vallahi ürəyim ağrıyırdı. Sizinlə küsülü olduğunu da bilirdim. Arada əri Ramilə yapışdırdığı maygülü ayamasını az qala yenə işlədəcəkdi. Birtəhər özünü saxladı. Arada ərinə əl də tuturdum. İş zat tapır, puldan, paradan verirdim.
Düzü inanmazdım ki ilahə özünə qıysın. Rais kişi nəhayət ki danışa bildi. Hə bala, heç kim inanmazdı. Tam gözlənilməz oldu. Bizim üçün ilahənin də bu addımı. Rıza ağzına bir qaşıq halva qoyub çayını qurtumlayıb içdi. Rais kişi yenə də gətirsinlər deyəndə əlini stəkanın ağzına qoydu. Yox, çox sağ olun, bəsdir dedi. Ardınca soruşdu. Bir çətinlik falan yoxdur ki, bizə dair bir qulluq. Rais kişi razılıq bildirdi. Çox sağ olun, əziyyət çəkib gəlmisiniz. Hər şey qaydasındadır. Rıza qol saatına baxdıqdan sonra indi icazənizlə mən gedim söyləyib yerindən durdu. Rais kişi də durdu. Maşınlasız soruşdu Rıza. Hə, maşınlayam dedi. Çadırdan çıxanda Rıza siz əyləşin, əziyyət çəkməyin dedisə də Rais kişi onu ötürmək istəyindən vaz keçməyib avtomobilinə qədər müşayiət etdi. Rıza Rais kişi ilə sağollaşıb avtomobilinə mindi. Yenə gözü ətrafı gəzdi. İnarəni görmək istədiyi bütün varlığına hakim kəsilmişdi. Avtomobili yerindən tərpədib çox asta sürətlə küçəyə çıxartdı. Ancaq hiss etdi ki, ürəyi arxada yas verilən həyətdə qalıb. Yox, gedə bilmirdi heç cür. Saxlayıb düşdü. Sigaret yandırdı. Piyada həyətə qayıtdı. Bu dəfə gözləri ilə Azəri axtarırdı. Nəhayət onu iri samavarın qaynatmaqla məşğul olan şişman bir kişinin yanında gördü. Cəld yaxınlaşdı. Qolundan tutub kişidən bir qədər araladı. Mən gedirəm. İlahənin atası məndən bir şey xahiş etdi. Ancaq hə yoxunu demək üçün telefon nömrələrini soruşmağı unutdum. Deməzsən mənə nömrələrini. Azər dedi. Mobil telefonunu 050-200 söyləyirdi. Rıza onun sözünü kəsdi. Yox, mobil lazım deyil. Ev nömrələrini de. Ev nömrəni daha etibarlıdır. Həmişə işlək olur. Azərin dediyi rəqəmlərin telefonun yaddaşına yazdı. Sonra xudafizləşib dərindən nəfəs aldı. İti addımlarla avtomobilinə sarı getdi. Belə, demək ilahə özünü öldürdü. İşə bax, kimin ağlına gələrdi ki, o adi qız bu cür qeyri-adi iş tutsun. Amma şamlarla bənzətməniz çox gözəldir, ola bilər. Heç bilirsiniz sizə nə qədər sualım var. Bilməsəm də təxmin edirəm. Mən Sumqayıtda doğulub boya başa çatmışam, 8-ci rayonda. Təqribən 13-14 yaşımız olanda Valeri adlı bir Rus həmyaşıdımız var idi. Eşitdik ki, özünü evlərinin hamamında asıb. Buna kimi bilmirdim ki, insan özünə qəsd edə bilərmiş. Xatirimdədir. Onlar 10V binasında yaşayırdılar, 5-ci mərtəbədə. Valeranın ata-anası yox idi. Təqaüdçü nənəsi saxlayırdı onu. Tay tuşları kimi geyinə bilməməsi, maddi sıxıntılar həmişə əzab verirdi ona. O vədələrdə krasovka dediyimiz idman ayaqqabısı dəbdə idi. Həyətimizdə təkcə Valeranın krasovkası yox idi. Bir dəfə gördüm ki, qara çəkmələrini ağ boyayla boyayıb üstünə də eninə 3 dənə qırmızı xətt çəkib. Valeranın ölümünə hamımız çox sarsıldıq. Bir neçə gün özümüzə gələ bilmədik. İnsanın özünü öldürə bilməsi faktı beynimdə hədsiz məşğul etmişdi. Saatlarca bu barədə düşünürdüm. İndi illər keçib, ancaq bu romanı yazdıqca yenidən intihar barədə düşünməyə başlamışam. Bilmirəm, bəlkə də hisslər